Salam arvadınız xeyir dəyərli tələbələr. Bugün sizinlə birlikdə yeni bir mövzu ilə qarşınızdayım. Bugünkü mövzumuz molekulyar genetik nəzəriyyədən bir hissə olan həm doyan, həm də doymayan buxar haqqında olacaq. İlk olaraq birinci başlıq olaraq yaza bilərik. İndi bu dərsdə əsasən nələr təkrarlayacağıq? Bu dərsdə buradakı həm mayədən mayədən buxar halına keçmə hadisəsi və bunun müxtəlif inteqrasiyasına baxacağıq. Bundan əlavə həmçinin bu dərsi yaxşı bilməniz üçün həm molekulyar genetik nəzəriyyəni, həm də ideal qazın öyrəndiyimiz hallarını yaxşıca bilmək lazımdır ki, bu dərsdə əziyyət çəkməyəsiniz. İlk hissəmiz olacaq mayənin buxarlanma sürəti. Burada əsasən nə nəzərdə tutulur? Vahid zamanda tərifdə deyilir ki, vahid zamanda havaya doğru hərəkət edən molekulların sayına deyilir. Bu necə təsəvvür olunur? Məsəl üçün əlimizdə bir qab var. Bu qabda müəyyən maye var və bu mayədən mayəni müəyyən qədər şərtlər altında təsir eləyərək buradakı mayəni buxar halına gətirdik. Və bu buxar zərrəcikləri yuxarı doğru çıxmağa cəhd göstərir. Çünki buxar xəstəsi gərəyi bu həmin olduğu mühiti tərk eləmə xarakterlidir. Ona görə də buradan çıxan, yəni vahid zamandakı çıxan molekulların sayına buxarlanma sürəti deyilir. Həmçinin zaten bu hissədən də az öncə dediyimiz kimi maye molekullarının mayəni tərk etməsinə isə buxarlanma deyilir. Və buxarlanma 6 amildən ibarətdir. Birinci amil mayənin növündən. Mayənin növü məsəl üçün civə ola bilər, məsəl üçün su ola bilər, spirt ola bilər. Ondan sonra buraya yazaq məsəl üçün su, spirt. Hər imarənin özünə görə buxarlanma xassəsi var. İkinci küləkləmə. Yəni məsəl üçün nə idi? Buxarlanma zamanı xarici təsirdən buradan söz gedir. Və küləklənmə buxarlanma sürəti ilə düz mütənasibdir və yanına belə düz yazacağam. Üçüncü istilik, yəni temperatur. Həmçinin cismin temperaturu nə qədər çoxdursa, mayənin buxarlanma sürəti o qədər də çox olacaq. Yəni bundan da düz asılı olmuş olacaq. Dördüncü xarici təzyiq. Xarici təzyiqdə kiçik bir nüans var. Necə? Məsəl üçün bu qabdır. Buradan buxar molekulları bu qabı tərk eləmək istəyir və xarici təzyiq də bu mayənin üzərinə, bu hissəyə, bu qabdan aşağı doğru təsir edərək buradakı maye zərrəciklərini daha tez, yəni belə deyim də, sürətinə, buradakı sürətə təsir eləyir. Yəni xarici təzyiq belə deyim də, maye molekullarının həmin o yerləşdiyi o qabdakı tərk etmə sürətdən təsir edir. Ona görə də bundan tərs asılıdır. Yəni xarici təzyiq nə qədər çoxdursa, buxarlanma sürəti də o qədər kiçik olacaq. Sonra olsun 5, nisbi rütubət. Bu hissəni də daha sonra birazdan mövzusunda deyəcəyik. Ona görə də indidən bilin ki, nisbi rütubət də tərs asılıdır. Və son olaraq həmin yerləşdiyi mayənin o qabın açıq səthi nə qədər böyükdürsə, mayənin buxarlanma sürəti o qədər çox olacaq. Yəni səthin sahəsi. Hansı səthin? Açıq səthin.
sahəsi, açıq səthin sahəsi deməli düz mütənasibdir. Bu qədər. Bu hissədən deməli öyrənəcəyimiz şeylər bu qədərdir. Deməli 6 amil təsiri, müəyyən təzyiq, kütləviləmə, temperatur, deməli deməli temperatur, xarici təzyiq, nisbi rütubət və temperatur. Xarici təzyiq və səthin sahəsindən asılıdır. İndi keçək deməli ikinci başlığımıza. Deməli ikinci başlıq gəlir mövzunun özünə. Doyan və deməli doymayan buxar. Doymayan buxar. Bu hissədə nəyə diqqət yetirəcəyik? Bəzən maye dolu bir qab, məsəl üçün təsəvvür eləyək. Məsəl üçün burada belə bir qab var və bu qabda deməli ilk hissədə burada olsun maye. Yəni ilk halı maye halda. Buradan yazaq maye. Bunu kiçildim birazcık. İlk halda deyək ki mayedir. Sonra deməli müəyyən bu hissədən də deməli olsun porşen. Burada yerləşdiyi porşen deməli maye molekulları. Deməli maye molekulları yuxarı doğru çıxır. Birinci hal maye olur, ikinci hal isə olur deməli buxar. Yəni bu hissədə artıq deməli buxar zərrəcikləri olur. Və burada bir şey görürsəm, deməli müəyyən məsəl üçün bir qab, maye dolu bir qab təxəyyül eləyək və maye molekulları bu birinci haldan ikinci hala keçərkən elə bir ki vəziyyətə, yəni elə bir vəziyyətə gəlir ki, bu zaman çıxan molekullar o qədər çox olur ki, artıq deməli çıxan molekullar geri qayıtmaya başlayır. Yəni molekullar çıxır. Sonradan artıq burada elə bir mühit yaranır ki, təzədən maye molekulları, yəni daha sonra deməli çıxan maye molekullar təzədən geri qayıtmaya başlayır. Məsəl üçün deyəlim ki, məsəl üçün bir dənə zaldır deyək ki, zaldır. Məsəl üçün zalda da və ya məsəl üçün zal deməyək, məsəl üçün hər hansısa bir iş yerindəsiz deyəlim ki, iş yerində fasilə oldu. Fasilə olanda siz məsəl üçün iş deməli otağınızı tərk etdiyiniz zaman məsəl üçün gedirsiniz yeməkxanaya. Yeməkxanada da hamı deməli tənəffüsə çıxdığı üçün, yəni istirahətə çıxdığı üçün hamı orada olur və siz o qədər adam görürsünüz ki, artıq ürəyiniz sıxılır və təzədən geri qayıdırsınız. Yəni sizin bu geri qayıtmanız elə bir ki, maye molekulunun artıq özünü sıx hiss etməsi və geri qayıtması kimi də deməli olur. İlk halda deməli maye molekulları buradan çıxmaya başlayır. İkinci halda maye molekulları o qədər deməli buradan çıxır ki, yəni bu ikinci halda burada o qədər maye molekulları olur ki, geri qayıdır və bu zaman təbii ki, deməli buradakı olan bu ikinci hissədəki olan molekullar birinci hissədəki deməli ikinci hissədəki molekullar o qədər çox olur ki, birinci hissəyə qayıdan molekullardan da çox olur. Sonra elə bir vaxt gəlir ki, birinci hissə bərabər olur ikinci hissəyə. Birinci hissədəki molekullarsa ikinci hissəyə bərabər olur. Buna deyirlər deməli dinamik tarazlıq. Və həmçinin deməli burada da belə bir nəzəriyə çıxılır ki, bu deməli dinamik tarazlıq halına deyirlər doymuş buxar. Və belə də deyirlər, öz mayəsi ilə deməli o dinamik tarazlıqda olan buxara doymuş buxar deyirlər. Amma deməli öz mayəsi ilə deməli dinamik tarazlıqda olmayan buxara isə deməli bunun əksi olan yəni doymamış buxar deyirlər. Doyan buxar ideal qaz qanunlarına tabe deyil. Yəni MK-dən öyrəndiyimiz və deməli bu dərsə giriş zamanı dediyimiz molekulyar kinetik nəzəriyyədəki ideal qazın qanunlarına tabe deyil. Amma deməli buradakı doymayan buxar həmin bu deməli ideal qazın qanunlarına tabedir. O zaman deməli ideal qazın qanunlarına tabe olma hissəyə baxaq. Yəni doyan buxar üçün. Doyan buxar. Deməli, doyan buxara iki halda deməli baxacağıq. Birinci izotermik deməli prosesdə. İzotermik prosesdə bilirik ki, deməli T sabit olur və T sabit olduğu üçün deməli burada ideal qaz qanunlarına tabe olmadığı üçün
cismin sıxlığı və ya mayenin sıxlığı, təzyiqi və maye deməli həmin o buxar molekullarının deməli deməli o konsentrasiyası həcmdən deməli asılı deyil. Çünki yenə dedik, deməli bu qaz qanunlarına tabe deyil. Bir də var ikinci hal izoxor proses. Deməli buradan soruşa bilərsiniz niyə deməli izobar proses olmuş? Çünki izobar proses bilirsiniz ki, istisna hallardır. İstisna hallardan biridir. İzoxor prosesdə bilirsiniz ki, sabit həcm mühitidir. Sabit həcm mühitində deməli sıxlıq, təzyiq və cismin deməli konsentrasiyası temperaturdan deməli kəskin şəkildə artır. Bunu necə göstərə bilərsiniz? Məsəl üçün bunu belə göstərə bilərsiniz. İdeal qaz qanunlarını PV bölü T kimi sadə bir şey PV bölü T kimi göstərə bilərsiniz. Həcm sabitdir. Həcmin sabit olduğu qiymətdə, yəni bu hissəyə bir xətt çəkək, bu hissəyə bir xətt çəkək. Həcmin sabit olduğu qiymətdə görürsünüz ki, buradan bu temperatur artarsa, həcm də artır. Həmçinin həcm artdığına görə buradan rho bərabərdir m bölü v-dən və sabit halına baxdığımız zaman deyək ki, verilən mühitdə mayenin həcmini artırırıq. Yəni buradakı bu deməli bu porsiyon bir olur. Yəni bu ilk hissədən, maye olan hissədən fikir verirsinizsə bu sərhəd yuxarı doğru çıxırıqsa, yəni buradakı həcmi artırmış oluruq. Həcmi artırdığımız zaman deməli burada həcm artır. Daha doğrusu həcm artır. Həcm artdığı zaman sıxlıq neyini? Sıxlıq azalır. Və buradakı deməli kütləni də sabit saxladığımız və artırdığımız zaman da rho artır. Yəni buradakı rho olur tarazlıqda. Bu ilk hal üçün biz deyirik. İlk hal üçün. Yəni görürük ki, deməli həcmi artırsaq, bir vəziyyətindən iki vəziyyətinə həcmi gətirsək, deməli birinci vəziyyətin ikinci vəziyyəti gələn zaman buradakı təbii ki, kütlə də artır. Kütlə artdığı zaman rho sabit qalır. Və izoxor prosesdə isə bunun tam əksidir. Yəni bu üç prosesdə də temperaturdan kəskin şəkildə fərqlənir. Yəni, əsas olaraq deyim ki, deməli doymuş buxarda əsas olan şey deməli buradakı temperaturdur. Əgər ki cismin temperaturu deməli xarakterizasiya olunursa, yəni belə baxın da, yəni termodinamikadan bizim öyrəndiyimiz xarakterizasiya daxili enerji deməli temperaturla düz xassədir. Yəni cismin daxili enerjisi varsa, deməli temperatur da var. Burada da eyni nəzəriyyəni özünüzə çıxara bilərsiniz. Yəni buradakı izoxor prosesdə cismin temperaturu varsa, deməli müxtəlif xassələri də var. Yəni sıxlıq, təzyiq və deməli cisim molekullarının sayı da həmçinin eyni xarakterizə olacaq. Deməli bu ikinci hissəmiz oldu. İkinci hissədən sonra keçirik üçüncü hissəyə. Üçüncü hissədə isə deməli üçüncü hissəyə marker dəyişim. Üçüncü hissədə olacaq həmin o qazın maye çevrilməsi. Bu hissədə deməli üçüncü başlıq olaraq baxacağımız qazın maye çevrilməsi. Qazın mayeyə çevrilməsi. Bu hissədə biz nəyə diqqət edirəcəyik? İki üsulla deməli həmin o qazın mayeyə çevirə bilərik. Məsəl üçün ilk halımızda belə bir cisimimiz olsun. Cisim məsəl üçün yuxarıdan bir deməli sıxac vasitəsilə müəyyən qədər bir mayesi olsun və müəyyən bir V həcmində olsun. Bu ilk halımızdır. İlk halımızda olan cismin deməli halına deyəcəyik, deməli o doymuş buxar. İkinci hala keçən zaman isə ikinci alanda fikir verirsinizsə, bu hissədəki cismin artıq görürsünüzsə müəyyən qədər molekullara sabit olur. Yəni doymayan buxar halında olur əslində bura. Bu hissədə mən doymuş yazdım. Doymayan hal olur. Niyə? Çünki burada maya molekulları olur. Çünki həm də həcm də çoxdur və həmin bu mayenin deməli molekulları da həmçinin müəyyən qədər azdır. Müəyyən qədər az olduğuna görə ikinci hissəyə gələndə artıq deməli burada müəyyən qədər hava molekulları çıxır. Hava molekulları da maye molekullarından artıq tarazlıq yarandığı üçün burada nə yaranır? Yaranan odur ki, dinamik tarazlıqdır və cismin əgər ki deməli dinamik tarazlıq yaranırsa buna da deyəcəyik deməli doymuş buxar.
Doymuş buxar. Bu ikinci halımızdır və üçüncü halda isə artıq cisim mayeyə çevrilir. Bura hətta buradan çəkim. Üçüncü halda isə cisim mayeyə çevrilir artıq. Mayeyə çevrilən zaman bu hissəni mən sileyim, sizin fikriniz almasın. Bu hissədə artıq sırf maye qalır və bu hissəyə də deyirik üçüncü hal üçün maye. Üçüncü hal üçün maye. O zaman deməli bu hissəyə biz nə deyəcəyik? Fikir verirsə birinci hissədən deməli cisim deməli nəyinədir ki, buradakı həcmi deməli həcmlə oynadıq. Yəni həcmi azaltdıq. Və ilk şeydə görürsünüz ki, həcm müəyyən qədər vardı, getdikcə həcm azalmaya başladı. Və həcm azalması deməli biz həmin o öyrəndiyimiz hissə nə idi? Bir izotermik proses, bir də var izoxor proses. Demişdik ki, deməli izoxor prosesdə həcm sabitdir. Burada deməli izobor proses öyrənilmir. İzobor proses öyrənilmədiyi üçün həcmin öyrəndiyi tək şey var. O da ki, nə? İzotermik sıxmaqla. Yəni demək ki, bu halımız, bu üç halımız sadəcə izotermik sıxmaqla baş verir. İzotermik deməli sıxmaqla. İzotermik sıxmaq zamanı nə müşahidə edilir? Fikir verirsinizsə, cismin temperaturu sabit qalır. Cismin temperaturu sabit qalır. Sabit qaldığı üçün həcm azalır. Həcm azaldığı üçün də buradan bir qrafik çəkərsək əgər ki, deməli bu qrafik çəkərsək, P-nin V-dən asılılığı, izotermik prosesdə P-nin V-dən asılılığı hissəsi görürsünüz ki, ilk öncə həcm var. Həcm bu hissəyə doğru bir müəyyən qədər yol gedib. İkinci hissədə görürük ki, artıq yəni bu hissə deməli maye maddə molekullarının daha doğrusu doymamış halda. İkinci hissə görürsünüz ki, deməli bu doymuş halda. Doymuş halda izotermik prosesində cismin deməli təzyiqi necədir? Cismin təzyiqi sabitdir. Yəni bu hissədə. Və üçüncü halda maye olduğu üçün artıq həcmi müəyyən bir deməli inteqrasiyaya gəlib çıxır. Bu ilk haya deməli deyəcəyik doymamış buxar, ikinci hala deyəcəyik həmin bu doymuş buxar, üçüncü hal isə deyəcəyik maye halı. Maye halı. Aha. Bu hissədən bu üç halı da deməli götürərsək, üç halı üçün bir nəzəriyə baxın. Məsəl üçün mən bu ilk hissədə iki dənə nöqtə götürüm. Bu nöqtəyə bir nöqtəsi, iki nöqtəsi, burada da bir nöqtəsi götürəm. Bura üç nöqtəsi, burada da bir dənə nöqtə götürəm. Bu dörd nöqtəsi. Fikir verirsinizsə, birinci ilə ikinci nöqtə üçün fazalar nədir? Birinci ilə ikinci eyni bir həcm üzərindədir. Ona görə də buradakı kütlələr eynidir. Yəni M1 bərabər olur M2-yə. Və üçüncüdə görürük ki, maye artıq belə deyim də molekular belə deyim də doymuş hal olur və M1 ilə M2-dən deməli mayəcən kiçik olur. Bu olacaq M3 və M4 də həmçində bunlardan daha kiçik olacaq M4. Yəni option ümumi xassəsə olaraq biz bunu mayenin kütləsi isə dəyişmir. Buradakı soruşarsınız ki, mayenin kütləsi arasında fərq nədir? Mayenin kütləsi dəyişmir. Burada baxdığımız deməli mayenin kütləsi deyil. Buradan baxdığımız buxarın kütləsidir. Biz bunu deməli şey üçün yazdıq. Maye üçün deyil də deməli buxar üçün yazdıq. Sonra burada nə ola bilər? Bəzən istisna hal olur ki, deməli bu deməli dinamik tarazı qalında, yəni doymuş buxar halında deməli temperaturu artırdıqda maye neynir? Maye yumşalır. Maye yumşaldığı üçün sıxlığı azalır. Sıxlıq azaldığından deməli mayedə müəyyən bir nöqtəyə gəlir. Mayenin artıq elə bir hala gəlir ki, mayenin sıxlığı get-gedə azalır və deməli doymuş buxarın sıxlığı isə artır. Necə? Maye məsəl üçün maye azaldığı üçün deməli maye molekullarının hərəkət eləyə biləcəyi daha böyük bir ətraf mühit yaranır və sıxlıq artır. Sıxlıq artdığına görə bu zaman elə bir hal gəlir ki, maye ilə doymuş buxar arasında heç bir fərq olmur. Buna deyirlər riyaziyyatdan da biz öyrənəcəyimiz kimi deməli cismin o böhran nöqtəsi. Aha, deməli bu hissəyə deyəcəyik böhran nöqtəsi. Böhran nöqtəsi. Böhran nöqtəsi.
Bunu əslində riyaziyyatdakı böhran nöqtəsi ilə eyni saya bilərsiniz, amma belə deyim də, riyaziyyatdakı ilə eyni tutmayın. Çünki riyaziyyatdakı deməli böhran nöqtəsi deməli funksiya ilə deməli diferensial arasındakı incə bir nüansı təşkil edir. Buradakı böhran nöqtəsi isə deməli maye ilə doyan buxar arasındakı fərqin itdiyi nöqtədir. Və bu hissəyə də məsəl üçün belə bir deməli bir qrafik çəkək. Biz az öncə deməli dedik ki, mayenin deməli temperatur artdıqca mayenin sıxlığı nə eləyir? Yəni mayenin özü yumşalır və sıxlıq azalır. Daha doğrusu bu hissədən sıxlıq bu hissəyə doğru gedir. Və həmin bu deməli doymuş buxarın sıxlığı isə artır, mayenin sıxlığı azalır və bu ortadakı görüşdükləri nöqtə olacaq deməli böhran nöqtəsi. Böhran nöqtəsinə və ya nədir? Böhran temperaturu da deyə bilərik. Buna deyirik T böhran. Və əgər ki buradan arxadakı olan hissədəki deməli olan temperaturlar, yəni onları bir T deyək, əgər ki böhran temperaturundan kiçik olarsa, bu zaman deməli doymuş buxarla maye deməli əmələ gəlməsi mümkündür, amma kiçik olarsa deməli burada əmələ gəlməsi mümkün deyil. Bu ilk hissədən, daha sonra bunu əsas nüansı biridir. Yəni bunu əsas olaraq bir hissəyə çevirərsək belə çıxır ki, izotermik prosesdir. Deməli yəni hər bir şey ümumi olaraq deyərsək, izotermik sıxanda deməli o qaz maye çevirir. İzotermik genişlənməzsə maye qaza çevrilir. Yəni nətər ki izotermik sıxanda deməli o qaz maye çevrilirsə, bunun deməli tərsi də deməli maye qaza çevriləcək. Və bunun ikinci halı da var. İkinci hal izoxor soyutmaqla. İzoxor deməli soyutmaqla. İzotermik soyutmanı siz necə xəyal eləyə bilərsiniz? Məsəl üçün evinizdə məsəl üçün xaladelnik ola bilər. Xaladelnikə məsəl üçün su qoyanda fikir verirsinizsə nə edir? Belə deyim də butulkanın üzərindən su axır. Yəni məsəl üçün uşaqlar deyəndə məsəl üçün deyə bilər ki, bu deməli butulkanın ağzı deməli bəlkə açıq qalıbdı. Ona görə su deməli oradan xaricə çıxır, amma əslində elə bir şey yoxdur. Xaladelnikə əgər ki bir su qoyuruqsa, oradakı izoxor prosesi zaten həcm normaldır, amma deməli o qədər temperatur aşağı düşür ki, artıq oradakı deməli o qaz molekulları ilk haldakı üstünlüyünü təşkil edir və artıq orada doymuş buxar əmələ gəlir. Doymuş buxar da maye halına deməli çevrilir. Yəni deməli o qazı maye çevirir və deməli xaladelnikdəki olan o qaz, yəni xaladelnikdəki suyu soyudan o qaz müəyyən bir müddətdən sonra artıq çevrilir maye. Maye çevrildiyi zaman deməli həcm bərabər bilir ki, sabitdir və temperatur aşağı düşür və buradakı iki hala baxacağıq. Bu iki hal hansıdır? Deməli birinci hal məsəl üçün bu hissədən belə bir cismimiz olsun. Bu hissədəki cismimiz deməli temperatur aşağı olsun və həcmimiz də sabit olsun. Həcmimiz olsun konstant. Bu birinci haldır. İkinci hala keçən zaman deməli fikir verirsə buradakı molekulların sayı artıq azalır və burada maye əmələ gəlir. Yəni birinci halda həmin o qaz deməli molekullar üstünlüyü təşkil edir. İkinci halda isə artıq maye damcıları əmələ gəlməyə başlayır. Maye damcıları əmələ gələn zaman isə burada bu vəziyyətin də bir deməli qrafikini çəkək. İzoxor prosesdə necədir qrafik? P-nin T-dən asılılığı. P-dən T-dən asılılığı deməli bu hissədə demişdik ki, bu deməli doymayan buxardır. Bu hissəyə yazaq, deməli doymayan buxar. Doymayan buxar. Və bu doymayan buxar deməli dedi ki, neynir? Müəyyən bir nöqtədən sonra deməli doymuş buxara çevrilir və bu hissəyə də deyəcəyik deməli doymuş deməli buxar. Bu yazdım elə qalsın. Və həmin bu doymayan buxar ilə doymuş buxarın xassə fərqinin itdiyi nöqtə isə şeh nöqtəsi deyilir. Şeh nöqtəsi də bu hissədən belə aşağıya doğru belə yazacağıq. T, şeh, bura deyilir şeh nöqtəsi. Və şeh nöqtəsini deməli ölçən metal higrometrdir. Higro deməli metr olacaq.
Və deməli bu hissədən sonraya deməli son bir hissəyə deməli bir nəzər yetirəcəyik. Son bir hissə deməli buradan olacaq rütubət. Dördüncü hissəmiz olacaq rütubət. Rütubət hissəsində əsas olaraq biz nəyi deməli nəzərə alacağıq? Rütubət hissəsində iki yerə baxacağıq. Bir nisbi rütubət, bir də mütləq rütubət. Mütləq rütubət vahid həcmdəki su buxarının kütləsinin deməli mütləq rütubət vahid həcmdəki su buxarının kütləsinə deməli bərabər olan kəmiyyətə mütləq rütubət deyilir. Mütləq rütubət rho hərfi ilə işarə olunur. Rho bərabərdir m/v. Yəni müəyyən həcmdəki, vahid həcmdəki cismin deməli kütləsinə deyilir və buradakı rho-nun biz xassəsini əgər ki yazarsaq o zaman burada biz nə almış oluruq? Deməli buradakı m əslində burada deməli həmin bu buxarın deməli buradakı kütləni elə uşaqlar məsələn elə götür kiloqram yazır. Buradakı bizim ölçdüyümüz şey deməli cismin kütləsi deyil, mayenin deməli buxara keçdiyi halda sonrakı deməli həmin o deməli buxarın kütləsi olacaq. Yəni biz oturub da deməli buxarın kütləsini kiloqramla ölçən deyirik. Ona görə ölçəcəyik o qramla. Qram bölünsün həcmin də vahidi metr kubu olaraqdan yazacağıq. Yəni buradakı bu qram işarəsi havadakı su buxarına baxırıq. Havadakı su buxarının kütləsinə baxacağıq. Bu ilk hissəmiz. Bir də var ikinci hissəmiz. Bura A variantı yazım. Bura A variantı mütləq rütubət, mütləq deməli rütubət. Bir də bunu deməli ikinci hissəsinə baxacağıq. İkinci hissəsi nə olacaq? Deməli bu hissədən baxacağıq. İkinci hissəsi deməli olacaq nisbi rütubət. İkincisi olacaq nisbi deməli rütubət. Nisbi rütubət. Bu hissədə biz nəyə baxacağıq? Deməli az öncə xatırlayırsınızsa bir şeyə baxdıq. Deməli cismin buxarlanma daha çox deməli mayenin deməli buxarlanma sürətini haqqında bir hissəyə baxdıq. O hissədə nisbi rütubət vardı. Nisbi rütubət haqqında danışacağıq. Nisbi rütubət üçün tərif deyir ki, verilmiş deməli temperaturda havadakı su buxarının sıxlığının həmin temperaturdakı, həmin o doymuş buxarın sıxlığından neçə dəfə fərqləndiyini göstərən kəmiyyətə nisbi rütubət deyilir. Belə tərifdən biraz uzundur. Gəlin hissəyə baxaq. Fi bərabərdir, fi nisbi rütubətdir. Rho bölünsün, rho 0 vurulsun 100% olacaq. Bu hissədəki rho mütləq rütubətdir. Bunu yazaq. Mütləq rütubət, mütləq deməli rütubət və ya buna deyilir su buxarının sıxlığı. Mütləq rütubət. Rho 0 olacaq. Həmin o deməli həmin temperaturdakı doyan buxarın sıxlığı. Buraya yazaq. Həmin deməli temperaturdakı deməli doyan buxarın sıxlığı, deməli sıxlığı. Fi isə burada nə olacaq? Nisbi rütubət olacaq. Nisbi rütubət. Aha, bu hissəni də deməli dedikdən sonra bu düstur sadəcə bu halda yazmaq deməli kifayət eləmir. Məsələn belə yaza bilərik. Fi bərabərdir. Nə yazdıq? Rho bölünsün rho 0 vurulsun 100% yazdıq. Bundan sonra nə yaza bilərik? Məsəl üçün deməli P bölünsün P0 vurulsun 100% halında da yaza bilərik. Həmçinin M bölünsün M0 vurulsun 100% halında da bu düsturu yaza bilərik. Nisbi rütubəti iki cihaz ölçür. Bir higrometr, ikincisi isə deməli psixometr. Bu iki hissədən baxacağıq və biz deməli burada əsas baxacağımız hissə deməli buradakı psixometr olan cihazdır. Psixometr tərkibində iki dənə termometr olan və altında yaş əski ilə deməli xarakterizə olunan bir cihazdır. Gəlin onlara baxaq. Əsasən bunlar deməli bu deməli toplu suallarında nüans olaraq düşənlərdir. Həmin oradakı bir cədvəl olur. O cədvəlin mən deməli burada deməli çəkənməyəcəm. Uzun bir cədvəldir, amma deməli məsələ həllərində bunlara deməli bir hissə toxunacağıq. Aha, indi buradan yazacağıq. Deməli psixometr, psixometr. Aha, bu hissədən deməli birinci bu termometrimiz olsun. Birinci deməli termometr olsun. Bu olsun kuru termometr. Bu hissədəki termometrimiz olsun isə yaş termometr.
Yaş termometrin aşağısında bir dənə əski olur. Bunlar da onların göstəricilər olsun həmçinin. Və buradakı əlbəttə ki, deyə bilərik ki, burada yaş yazaq. Həmin o quru temperaturun, daha sonra o quru termometrin deməli temperaturu, deməli bu quru termometrin hissədar olaraqdan göstərişi, yəni quru termometrin temperaturu yaş termometrin temperaturdan böyükdür. Yəni yazır T quru bərabərdir T yaşa. Buradakı fikir verirsinizsə, buradakı yazacağımız hissə deməli T quru, daha doğrusu bu hissə böyükdür. Üzr istəyirəm, bu hissəni səhv yazdım. Bu hissə böyükdür və T quru böyükdür, daha doğrusu bərabərdir T yaşa. O da bərabərdir F-yə. F isə ümumi olaraq nisbi rütubət, yəni havadakı nisbi rütubəti xarakterizə etdiyindən buna yazacağıq 100%. Ümumi nisbi rütubət 100%. Yəni belə bir məsələ də düşə bilər ki, havadakı, deməli, havadakı deyirəm, həmin bu psixometrdəki bu yaş termometrin göstərişi ilə o quru termometrin göstərişi arasındakı fərq nə qədər azalarsa, nisbi rütubət də o qədər artır. Yəni bu hissə nə qədər azalarsa, bu hissə o qədər artır. Məsəl üçün bunu iki hissə halında götürə bilərik. Məsəl üçün iki dənə deməli mühit fərq eləyək, daha doğrusu fərz eləyək. İlk mühitdə məsəl üçün, deməli belə yazaq. Birinci olsun deməli bu T quru olsun 20 dərəcə. Burada da bu T quru olsun 20 dərəcə. Sonra məsəl üçün buradakı bu T yaş olsun deməli 18 dərəcə. Buradakı da T yaş olsun məsəl üçün 16 dərəcə. Və buradakı bir şeyə deməli baxacağıq. Bu hissədə baxacağımız ki, bu birinci otaqdır, bu ikinci otaqdır. Bu otaqlar arasındakı fərqə baxarsa əgər ki, demişdik ki, yaşla deməli o quru arasındakı fərq nə qədər kiçikdirsə, nisbi rütubət o qədər böyükdür. Yəni birinci otaqdakı nisbi rütubət ikinci otaqdakı nisbi rütubətdən böyükdür. Və nisbi rütubət üçün F bərabərdir rho bölünsün rho 0 vurulsun 100% düsturundan biz alırıq ki, otaqlardakı sıxlıqlar üçün deməli birinci otağın sıxlığı ikinci otağın sıxlığından böyükdür. Bu hissəni deməli özünüzə deməli qeyd kimi yazmanızı unutmayın. Yəni belə deyim də, hər ikisinə eyni qiymət ola bilər, amma yaş termometr ilə bu quru termometr arasındakı fərq nə qədər kiçikdirsə, deməli psixometrin göstərişidəki nisbi rütubət o qədər də böyük olacaq. Son olaraqdan son bir deməli hissəmiz qaldı. Buna deyəcəyik deməli 5-ci başlıq. 5-ci başlıq olacaq qaynama. Deməli, bu hissədə nəyə baxacağıq? Bir, deməli, buxarlanmaya baxacağıq. Bir də ki, buxarlanmanı deməli fərz eləyən, yəni belə deyim, buxarlanmanın olmasına kömək eləyən, bir də ki, bu deməli qaynamaya baxacağıq. Ona görə iki hissə ayıracağıq. Deməli, qaynama. Buradan ikinci hissə ayıracağıq. İkinci hissədə olacaq deməli buxarlanma. Bu iki hissə üçün ortaq nəticə yoxdur. Ortaq nəticə hər biri çünki bir-birindən xaç səsi ilə fərqlənir. Deməli, burada bu qaynamada olur ki, hər mayenin özündən xas, yəni deməli spesifik bir şey olur. Deməli, qaynama temperaturu olur. Yəni spesifik deməli temperaturu malikdir. Temperatur. İkinci hissə isə deməli həmin bu deməli maye qaynadan zaman mayenin bütün həcmində gedir. Yəni yazacağıq bütün həcmdə gedir. Bütün həcmdə. İndi isə nə idi? Burada buxarlanma üçün ortaq yazarsa, buxarlanma deməli bütün temperaturlarda gedir. Bütün deməli temperaturlarda. Amma buxarlanma deməli səthə yaxın nəzəriyyədir. Səthə yaxın. Yəni buradakı bu belə saxlaya bilərsiniz deməli bütün hissəsi həm buxarlanma da var, həm qaynama da var. Amma bu özəl yəni deməli spesifik söz isə hər ikisində də var. Burada isə səthə yaxın mühitdə deməli buxarlanma daha sürətli olur və deməli qaynama temperaturu nədən asılıdır? İki hissədən asılıdır. Bir mayenin növündən asılıdır, bir də xarici təzyiqdən asılıdır. Məsəl üçün bu deməli qaynama temperaturu biz necə fərz edə bilərik? Məsəl üçün bir var yer səthindən 200 metr deməli yer səthindən deməyək, dəniz səviyyəsindən 200 metr hündürlük. Bir də var ki, deməli dəniz səviyyəsindən 1000 metr hündürlükdə.
fikir verirsinizsə, əgər ki, hündürlüyə çıxdıqca həmin bu deməli alovun yanma temperaturu da aşağı düşür. Yəni məsəl üçün 200 metr hündürlüyündə ki, məsəl üçün çaynik qoymuşuq. O çaynik məsəl üçün qaynayar 80 dərəcə. 80 dərəcə. 80 dərəcədə məsəl üçün 200 metrdə bu qaynadığı zaman 80 metrdə, amma 1000 metrdə məsəl üçün qaynayır 70 dərəcə. Yəni siz əgər ki suya, deməli üstə çaynik qoysanız, suya baxsanız görərsiniz ki, yəni su ha qaynayır, amma ki tam olaraq qaynamır. Çünki tam olaraq 100 dərəcə çatmır su. Amma ki belə bu hissəni də unutmayın. Amma belə deyim də, məişətdəki istifadə edilən deməli o qazlardakı temperatur fiks olaraq 100 dərəcə deyil. Məsəl üçün 60 ilə 70 dərəcə arasında, amma müəyyən bir qaynama temperaturuna müəyyən bir zaman ərzində çatır. Bu hissə üçün yazacaqsaq, deməli bu hissədən, deməli bu qaynama iki hissədən asılıdır. Mayenin növündən. İkinci hissəsi isə xarici təzyiqdən az öncə deməli dediyimiz kimi buradan düz mütənasib asılıdır. Və hündürlükdən tərs mütənasib asılıdır. Yəni çünki dedik ki, hündürlük artdıqca həmin bu alovun yanma dərəcəsi, yəni alovun gücü düşür. Ona görə də hündürlüyü ilə deməli tərs asılıdır. Deməli uşaqlar bu qədər. Bu hissədən deməli anladacağımız bu hissə bu qədər. Bir də var mayenin deməli, daha sonra maddənin deməli mayenin maddənin və ya aqreqat halları. Onu da fərqli bir deməli mövzu izahında anlatmaq istəyirəm. Çünki bu hissə ilə bu hissə arasında müəyyən qədər fərq var. Hər iki hissəni də deməli bir-birinə deməli fiksləmək istəmirəm. Ona görə də bu hissəyə qədər öyrənməniz sizin üçün yetərlidir. İlk hissəmiz uşaqlar bu qədər. Ümid edirəm deməli mövzu izahını anlayarsınız. İmtahanınız qalıb. Ona görə deməli daima çalışın. Az qalıb imtahana və nə tər bir sualınız olsa da şərhlər bölümündə qeyd edə bilərsiniz. Özünüzə yaxşı baxın. Sağ olun.